Mən Təhməzadə Hüseyn 2006-cı ildə Lerik rayonunun Soru kəndində doğulmuşam. Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbi bitirmişəm. Hal-hazırda Bakı Dövlət Universitetində Coğrafiya Fakültəsinin Hidrometeorologiya ixtisası üzrə təhsil alıram. 2-ci kurs tələbəsiyəm. Sirri təxəllüsü ilə şeirlər yazıram. Şərq Ülkəri Ədəbi Məclisinin üzvüyəm. Saf ürəkdən sevirəm, ey gülü nazəndə səni. Yaradan gör yaradıbdır, nə gözəl bəndə səni. Elə ki, gül qoxulu zülfü tökürsən üzüvə, görürəm mən həmin an fərz elə gülşəndə səni. Kaş ilahi yaradan vaxtı salaydı gözəlim, ya sözün şəhrə məni, ya da bizim kəndə səni. Mənə rişxənd eləmə, sən əgər olsan yerimə, bilirəm ki, sevəcəydin sən amma, sən də səni. Ulu Tanrı mələyin, məncə mələklər adına, göndərib yer üzünə fəxri nümayəndə səni. Sirri bir nəğmə oxuy sən o gülün vəsfində, eləsin şövq ilə bülbül kimi xanəndə səni, eləsin şövq ilə bülbül kimi xanəndə səni.